Atasına oğlunun gözünün qarşısında elə döydüm ki, ondan sonra hər ikisi də ağıllandı. Tarixçi alim Zaur Əliyev başına gələn hadisəni danışarkən belə deyib. O, 271 nömrəli məktəbdə yaşananlarla bağlı başına gələn əhvalatı izləyicilərlə bölüşüb. Deməli, məktəblərin birində onun oğlunu hansısa şagird döyüb. Həmin şagirdin atası məktəbə gəlib, valideyn və uşaq ikisi də yaxşı eləmişik deyib. Sonda bizim tarixçi alim əsəbləşərək həmin kişini övladının qarşısında döyüb. O deyir ki, çox heyif ki, tərbiyə və maarifləndirmə bəzən işə yaramır və nəticədə şiddətə əl atmalı olursan. İndi gələk bizim 271 nömrəli məktəbdəki qoçuya. Sən demə bunun valideyni də qoçuymuş. Dostumuz jurnalist Asif Mehmana zəng vuraraq onu həm təhdid eləyir, həm təhqir eləyir, həm də hədələyir. Səhvi boynuna almaq əvəzinə, günahını etiraf eləmək əvəzinə, üzr istəmək əvəzinə valideynlə övladı ənənələrini davam etdirmək istəyirlər. Görünür, eyni qaydanı hansısa yolla tətbiq eləmək lazımdır ki, ailə islah olsun. Siz necə düşünürsünüz? Belə şagirdlərin öhdəsindən gəlmək üçün hansı addım atmaq lazımdır? Fikirlərinizi şərh bölməsində bildirin.